Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Uşaqlar, bugün cümlə özləri mövzusunun izahını verəcəm. Cümlə özlərindən qısa giriş edək, sonra baxaq mübtəda, xəbər və digər üzvlərə. Cümlə üzvü nədir? Cümlədə bir-birlə həm məna, həm qrammatik cəhətdən bağlı olan və müəyyən bir sintaktik suala cavab verən, müstəqil məna ifadə edən söz və söz birləşmələrinə cümlə üzvləri deyilir. Bəzən sözün sintaktik sualı ilə morfoloji sualı fərqlənə bilər. Morfoloji sualı nitq hissəsi kimi sualıdır, kənarda verdiyimiz sualdır. Sintaktik sualı isə cümlə daxilində verdiyimiz sualıdır. Məsələn, dəmirə biz dəmir, qızıl, gümüş, saxsı, yun, biz kənarda nə sualını veririk? Amma cümlə daxilində necə sualına cavab verə bilər. Və yaxud məsələn, biz tutaq ki, qoca sözünə deyirik qoca, necə? Qoca. Amma kənarda verdikdə, amma deyək ki, qoca gəldi. Kim gəldi? Bu isimləşmiş sözlərin xüsusiyyəti ola bilər ki, cümlə daxilində başqa suala cavab versin, amma kənarda başqa suala cavab versin və yaxud sifətləşmiş isimlərə də aid ola bilər. Sonra gəlirik bura. Cümlənin tərkibində işlənən hər söz cümlə üzvü olmur. Hər hansı sözün cümlə üzvü ola bilməsi üçün İlk növbədə müstəqil leksik mənaya malik olmalıdır və cümlədəki başqa üzvlərlə sintaktik əlaqəyə girməlidir. Fuad, sən məktəbə gedirsən? Fuad xitabdır burada. Digər sözlərlə məna cəhətdən bağlanacaq, amma qrammatik cəhətdən bağlı deyil. Bu tipli sözlər xitab, ara sözlər olacaq. Yəni, desək ki, cümlədə qrammatik cəhətdən cümlə üzvlərlə bağlı olmayan sözlər işlənib. Bu o deməkdir ki, siz xitab və ya ara söz tapacaqsınız. Xitab, ara söz tapacaqsınız. Bir də bəlkə mən gəlmədim. Bəlkə cümlə daxilində ara sözdür. Sonra sual əvəzliklərlə ifadə olunan cümlə üzvləri sual tələb etmir. Amma müstəqil şəkildə cümlə üzvü ola bilir. Sual tələb etmədən cümlə üzvü ola bilən sözlər deyəndə biz sual əvəzliklərlə ifadə olunmuş cümlə üzvünü götürə bilərik. O da hansı cümlə üzvünün sualıdırsa, həmin cümlə üzvü də olacaq. Məsələn, deyirəm ki, kimi çağıram. Bax, kimi burada yerinə söz qoyursan, əlini. Əlini tamamlıq olacaqdırsa, onu əvəz edən sual əvəzliyi də müstəqil şəkildə tamamlıq olacaq. Hansı cümlə üzvünün sualı olacaqsa, həmin cümlə üzvü də götürəcəyik. Və yaxud kim gəlməyib? Burada kim mübtədadır. Yəni mübtədanın sualıdır və cümlədə də elə mübtəda da olacaq. Sonra ümumi bütün cümlə üzvlərinə aid olan qaydadır. Əgər nitq hissələrinə ifadə olunan cümlə üzvüdürsə, həmin cümlə üzvü quruluşuna görə sadədir. Yəni, bildiyimiz sözlərlə sözün quruluşunun önəmi yoxdur. Söz mürəkkəb də ola bilər, özü kənarda quruluşuna görə, sadə də, düzəltmə də ola bilər. Bu cümlə üzvünün quruluşuna təsir etməyəcək. Məsələn, deyək ki, bir dənə mürəkkəb söz götürək, deyək Koroğlu igiddir. Baxın, burada xəbər var, bir də mübtəda var. İgiddir xəbər, Koroğlu mübtəda. Yəni, bu mübtəda sadə mübtədadır. Çünki Koroğlu bir sözdür. Yəni, sözün özü quruluşuna görə mürəkkəb ola bilər. Amma cümlə üzvü sadə cümlə üzvüdür. Cümlə üzvünün mürəkkəb olması üçün bizə lazımdır ki, həmin cümlə üzvümüz söz birləşmələri və mürəkkəb adlarla ifadə olunsun. Mürəkkəb adlar nələrdir? Məsələn, Azərbaycan Respublikasının prezidenti, Təhsil Nazirliyi və s. Məsələn, deyək ki, səndədir. Nə? Mənim kitabım. Baxın, mübtəda ismi birləşməklə ifadə olunub. Deməli, bu mübtəda sadə mübtəda deyil, mürəkkəb mübtədadır. Cümlənin 5 üzvü var. Cümlənin təşkilindəki vəzifəsinə görə bu üzvlər 2 yerə bölünəcək. Baş üzvlər, mübtəda xəbər. Biz buna cümlənin qrammatik əsası da deyəcəyik. Yəni, mübtəda xəbərə qrammatik əsas da deyəcəyik. Bir də ikinci dərəcəli tamamlıq, təyin, zərflik. Mübtəda. Mübtəda haqqında, mübtəda cümlədə haqqında danışılan şəxsi və ya əşyanı bildirir.
Mübtəda cümlədəki fikrin predmeti və fikrin özüdür. Sualları kim, nə, haradır? Hara sualı yadımızda qalsın ki, hara sualı, hara sualı zərflikdə də var, mübtəda da var. Hara ilə yanaşı biz haraya sualını da verə biliriksə, həmin sual, yəni hara verdiyimiz sual zərfli olacaq. Məsələn, deyək ki, ora gedək, hara gedək, ora, haraya gedək. İkisini də verə bildim. Deməli, bu zərflikdir. Amma yalnız hara sualını verirəmsə, deməli nədir? O sadəcə mübtədadır. Ora soyuqdur, haraya soyuqdur deyə bilmirəm. Sonra Ümid kitab oxuyur. Kim? Burada mübtədadır. Kitab maraqlıdır. Nə? Şəki gözəl yerdir. Hara? Mübtəda ismin adı xalında olan söz və söz birləşmələrlə ifadə olunmalıdır mütləq. Söz və söz birləşmələrlə ifadə olunmalıdır. Davam edirik. Adı xalında olan söz və söz birləşmələrlə ifadə olunmalıdır. Daha çox isim və əvəzliklərlə ifadə olunur. Maşın həyətdədir. Nə? Maşın isimlə ifadə olunub. Yəni ifadə olunub deyəndə, yəni mübtəda vəzifəsində dayanan sözü biz harda öyrəndik? Məsələn, o, kim? Yəni o kimlə sonra cavab verir, nə olurdu? Əvəzliyi, şəxs əvəzliyi. Qoca öz fikrini bildirdi. Kim fikrini bildirdi? Bax, qocaya kim sualını verib isim deməyəcəksiniz. İsimləşmiş sifətdir. Sadəcə cümlə daxilində ismini itirib, sifət, yəni sualını itirib və ismi sualına cavab verib. Vəzifə olaraq vəzifəsi mübtədadır. Biz kim sualı verəndə mübtədanın sualını veririk. Onun öz sualı necədir? Burada 10-cular, 10-cu sıra saydı. İxtisasını bilmək, bu məsdər tərkibidir. Çalışanlar feili sifət isimləşib, yuxarı zərf ismi şəkilsini qəbul edib mübtəda vəzifəsindədir. Sadə və mürəkkəb olub. Nitq hissələrlə ifadə olunubsa sadədir. Söz birləşmələri mürəkkəb adlarla ifadə olunubsa mürəkkəb mübtədadır. Nizami Gəncəvi yaşayıb yaradıb. Kim? Nizami Gəncəvi mürəkkəb mübtədadır. O, bu əvəzliyinin mübtədada vergülün qoyulması olarsa, əgər o, bu kimlə sualına cavab verir, özündən sonra əvəzliyi feil gələrsə, feil sifət istisna, köməkçilər gələrsə, modal sözlər istisna qoyulmaz. Yəni, kəflə yadda saxlayırıq. Köməkçi, əvəzli feildə qoyulmaz. Bu mənim kitabımdır. Bu mənim kitabımdır. Buradakı bu nə sualına cavab verdi? Mübtəda oldu, amma özündən sonra əvəzlik gəldi. Qoyulmaz. O istəyirdi. Kim? O. Özündən sonra amma bağlayıcı gəlib olmaz. Mübtəda qrammatik cəhətdən ən müstəqil üzvdür. Heç bir cümlə üzvünə tabe deyil. Mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi, təyinlə mübtəda arasında isə yanaşma əlaqəsi olur. İstənilən əlaqədə mübtəda əsas tərəf olur. Heç bir cümlə üzvünə tabe olmur. Biz sizin uğurunuza inanırıq. Biz inanırıq. Bax, bu mübtədaya uyğun olaraq şəxs onluğu qəbul edir. Yuxarı istidir. Gəlirik bura. Xəbər. Mübtədaya aid olur. Hərəkət bildirir və ya hökm bildirən baş üzvdür. Hərəkət deyəndə feili xəbər, hökm deyəndə ismi xəbər. Feilin bütün şəkil və zamanlarında nə edir? Və yaxud yəni dırdır qəbul edib şəxs onluğu qəbul edirsə, həmin cümlə üzvü xəbərdir. Və ya neçəncidir, necədir? Təkcə dırdır deyil uşaqlar. Bax, necəsən, necəyik, haradayıq, haradasınız. Bunları belə versəniz şəxs onluğuna, həmin suallara qoşulsa, yenə xəbər olacaq. Yenə eyni qayda. Sözlərlə ifadə olunubsa sadədir. Söz birləşməsi mürəkkəb adla ifadə olunubsa mürəkkəb xəbərdir. Mülayimdir, necədir, sadədir. Sənin kimilərə də bu da sadədir, çünki qoşmalı sözdür. Köməkçilər quruluşa təsir etmir. Onun xoşbəxtliyi, mənim xoşbəxtliyimdir söz birləşməsidir, mürəkkəb xəbərdir. Nizami Gəncəvinindir, mürəkkəb addır, mürəkkəb xəbərdir. Yadımızda qalsın bilmək, olmaq, etmək, eləmək.
Çox vaxt başqa sözlərlə birləşir, xəbər olur və həmin xəbər sadə xəbər olur. Baxın, A-dən sonra bilmək gəlibsə, bu sadəcə mürəkkəb feildir, yəni bir sözdür. Yaza bilmədi, yaza bildi, danışa bildi, oxuya bildi. Mürəkkəb feil sadə xəbər olacaq. Maqmək üstəgəl başlamaq olanda xəbər sadə xəbər olacaq. Mən ona kömək etdim. Kömək etmək, yaxşılıq etmək sadə xəbərdir. Dost olmaq, qohum olmaq, mehriban olmaq, yaxşı olmaq mürəkkəb xəbərdir. Daha doğrusu mürəkkəb feildir, sadə xəbərdir. Ancaq bu feillər müstəqil xəbər də ola bilərlər. Əgər demişik olmaq, yaşamaq mənasını verərsə, iştirak etmə mənasını verərsə, orada sadəcə özü xəbər olacaq. Oluruq, yəni yaşayırıq. Başladığının əvvəlində, başlamağın əvvəlində maqmək şəkilçili feil yoxdursa, o zaman başlamaq özü sadəcə xəbərdir. Eləmək, etmək, yerinə yetirmək mənasındadırsa, sadəcə özü xəbərdir. Tapşırıqlarımı etmişəm, yəni yerinə yetirmişəm. İstəməyin əvvəlində maqmək şəkilçili söz yoxdursa, özü sadəcə xəbərdir. Yox, almaq istəyirdi olsa, o zaman bir yerdə xəbər olacaq. İdi, imiş isə aid olduğu söz və birləşmələrlə birlikdə xəbər olur. Xəbərin quruluşuna, növünə təsir etmir. Ona qoşulana əsasən biz sadə mürəkkəb xəbər deyəcəyik. Həkim imiş, həkimdir. Görürəm ki, bu sadəcə sözlə ifadə olunur. Demək, sadə xəbərdir. Bacarıqlı idi, bacarıqlıdır. Sadə xəbərdir. Xəbərin ifadə vasitələrinə görə iki yerə bölünür. Feili xəbər, bir də ismi xəbər. Frazeoloji birləşmələr, təsniflənən feillər, adətən, yəni feilin şəkilləri, bunlar feili xəbər olacaq. Yəni feilin sualını verdiyimiz xəbərlər feilidir. Nə edir, nə edəcək, nə etdi, nə etməlidir və s. Frazeoloji birləşmələr feilin şəkillərində olub xəbərdə olarsa, həmin xəbər feili xəbərdir. Feili xəbərlər daha çox adətən sadə xəbər olacaq. Qulaq asasan, baxın, frazeoloji birləşmə arzu şəklində xəbərdədir və feili xəbərdir. İsmi xəbər adlarla ifadə olunur. İsim, sifət, say, əvəzi, zərf və ya məstər, məstər tərkibi, feili sifət tərkibi, ismi birləşmələr, mürəkkəb adlar, bunlar xəbərdədirsə ismi xəbərdir. Baxırıq, əgər məstər vətəni qorumaqdır, nə məqsədimiz? Məstər tərkibidir. Nə etməkdir, yox ki, nədir? Öyrənməkdir, nədir? Sonra feili sifət dayanan, feili sifət xəbərdədir, ismi xəbərdir. İsmi xəbərlər sadə olur, mürəkkəb olur. Bu predikativ sözlər xəbərdədirsə, bunlar söz xəbərlərdir. Heç bir suala cavab vermir. Müstəqil və sadə ismi xəbər olur. Yəni, müstəqil o deməkdir ki, heç bir sözə qoşulmadan özləri sadəcə xəbər olacaq. Var, lazım, gərək, mümkün və s. Bu hadisədən mənim xəbərim var. Var nə? Mənim xəbərim. Nədən? Hadisədən. Hansı bu? Aşağıda heç kim yoxdur. Yoxdur. Kim? Heç kim. Harada? Aşağıda. Deməli, xəbərin mübtəda ilə uzlaşması. Xəbərin mübtəda ilə şəxsə görə uzlaşması demək olar ki, pozulunur. Mən yazıram, sən yazırsan, o yazır. İstisna bəzən gedən, sənsən. Gedən odur. Sən, yəni gedən o, üçüncü şəxs nəzərdə tutulur. Sən, ikinci şəxs. Bəzən belə pozula bilər. Xəbər həmişə mübtəda ilə bir və ikinci şəxsə kəmiyyətə görə uzlaşır. Üçüncü şəxs də pozula bilər. Baxaq, mübtəda insan anlayışı bildirib cəmdə işləndikdə, xəbər də əksərən cəmdə olur. İdmançılar məşq edirdilər. Cəmdədir, cəmdədir. Uzlaşma da gözlənilib, norma da gözlənilib. İdmançılar məşq edirdi. Həm insan anlayışıdır deyə, həm uzlaşma pozulub, həm də qrammatik norma pozulub. Çünki ikisinin də tələbi cəmdirsə cəm olmalıdır. Əgər mübtədamız heyvan, quş anlayışı bildirərsə, xəbər həm cəmdə, həm təkdə ola bilir. Bu normanın tələbidir. Amma cümləsində quşlar uçuşurlar. Burada ikisi də gözlənilib. Çünki cəm, cəm. Amma quşlar uçuşur deyəndən uzlaşmanın tələbi bu idi ki, cəmdirsə cəm olsun. Uzlaşma pozulub.
Amma norma dilin də əsasını norma təşkil edir deyə norma gözlənilib. Mübtəda cansız varlıqlarla ifadə olunub cəmdə işlənərsə, xəbər tək də olacaq. Şəhərimizdə çoxlu binalar tikilirlər, yox. Tikilir. Hər ikisi gözlənilib deməyəcəyik. Norma gözlənilib, uzlaşma pozulub. Çünki uzlaşmanın elə bir tələbi yox idi. Canlı, cansız fərq etmirdi onda. Deməli uşaqlar, idi imişlə bağlı bir-iki məqamı deyim sizə. Baxaq, məsələn, deyək ki, o, tutaq ki, məktəb direktoru idi. Baxın, bura idiyə söz birləşməsi qoşulub. Bu idiyə görə deyil cümlə xəbərin mürəkkəbliyi. Bunu çevir dur şəkilsinə. Məktəb direktorudur. Deməli, bu imişə də aiddir. Əgər bu idiyə imişə söz birləşməsi qoşulub xəbər olacaqsa, mürəkkəb xəbərdir. Yox, sadəcə sözlər qoşulub xəbər olacaqsa, sadə xəbərdir. Bunları yadınızda saxlayırsınız. Bu şəkildə. Ümid edirəm ki, öyrənəcəksiniz.